Salam texnoloji izləyicilər, videomuzda sizlərə WhatsApp-da onlayn olduğunuzu gizlətməyin yolunu göstərəcəm. Yəni yazışdığınız adam bilməyəcək ki, siz onlaynsınız. Yəni o sizi offline göstərəcək, amma siz onlayn olursunuz. Yəni mesaj yazısı orada yazır ki, məsələn yazır, o yaz da gedəcək. Yəni sizin onlayn olduğunuzu görməyəcək. Bunu etmək üçün sizə verəcəyim linkdən daxil olub GB WhatsApp Plus-ı yükləməlisiniz. Yükləyəndən sonra da adi qurulum vəziyyətində qurursunuz. Onu da hamı bilir. Qurduqdan əvvəlcə öz orijinal WhatsApp-ınızı silməlisiniz, onu da deyim. Sonra daxil oluruq buna. Parolumuzu yazaq. Daxil olduqdan sonra gördüyünüz kimi sağ yuxarıda 3 dənə nöqtə var. Bura bir dəfə daxil oluruq və gizlilik bölməsinə daxil oluruq buradan. Və burada hide birinciyə baxın, burada hide online status. Yəni hide online statusa bir dəfə vururuq. WhatsApp özü prezervasiya verir özünü və açıldıqdan sonra isə özü sizi offline göstərəcək, yəni online olduğunuzu göstərməyəcək. Belə bir şey olur. Yenidən həminki vəziyyətini qaytarmaq üçün də yenə həmin yerə daxil oluruq və burada show online status, yəni birinci bunu vururuq. Yenidən özünü restart verir proqram. Kodu səhv yazdım. Hər nəysə. Gördüyünüz kimi belədir dostlar. Videomu bəyənməyi unutmayın. Kanalımıza abunə olun. Sağ olun, salamat qalın.